Yəni bu 200 illik çəkilən planda Osmanlı imperiyası dağılandan Orta Şərq projesi deyirlər. Bəli. Və burada yeni Kürdistan dövlətinin yaradılmasından söhbət gedir. İki çay arasında Böyük İsrail dövlətinin yaradılmasından gedir. Yenidən Türkiyənin, İranın, Suriyanın, İraqın ərazisində illərlə bəslənən Kürt terrorizminin hakimiyyətə gətirilməsindən gedir. Bizim güneydə faciə bizi gözləyir. 10 illərdir şəxsən mən Nemət Pənahlı 89-cu ildən biz tutaq ki, o sərhədlərin dağıdılmasında vahid Azərbaycan məsələsini gündəmə gətirmişik. Azərbaycan parçalanmış bir xalqların siyahısındadır. Əsrlərlə bir əsrdə 4 inqilab eləmişik, 4'ü də qan içində boğulub. Niyə? Çünki xaricdən imdad gözləmişik, xaricdən nizat gözləmişik. Dünyanın heç bir ölkəsinə, heç bir millətinə xaricdən xoşbəxtlik gətirilmir. Yəni bu rejimi də yenə ki Səddam Hüseyni vaxtı ilə bəsləyib diktatorlar bəslənilir. Bunu dəfələrlə demişəm. Həmin beynəlxalq güclər tərəfindən diktatorlar hakimiyyətə gətirilir. Həmin hakimiyyət diktatorlar bəslənir. Xalqın həmin diktatorların əli ilə ölkənin bütün milli sərvətləri talanır. Millət isə rəzil günə qalır. Çünki milli sərvətlərin cəmiyyətdə ədalətli paylanmasının qarşısı alınır. Və sonda da həmin o diktatora Səddam olsun, Qəddafi olsun, bugünkü İran rejimi olsun, bundan əvvəlki şah üsul idarəsi olsun, neynir? Ölkənin sərvətini talayır, apar həmin beynəlxalq imperiyaların banklarına doldurulur. Və xalqla hakimiyyətin arasında dəhşətli bir nifrət yaradılır. Sonra gəlir həmin beynəlxalq imperiya o işini görüb qutarandan sonra onu məhv edir həmin bədbəxt xalqlar və yenidən başına gələcək faciəni toy bayramla qəbul edir.